Məktəbdə necə işqafa kəllə atıb bayğınlıq keçirtdim. Dinlə möhtəşəm məktəb xatirəsi ilə gəlmişəm. Səhv xatırlamıramsa bu hadisə baş verəndə mən 7-ci sinifdə mi oxuyurdum? 6-da mı? 6-7 işte ikisindən biri uşaq idim. Çox da böyük deyildim, qış idi uşaqlar. Uşaq vaxtı mən biraz erkek Fatma olmuşam. Mənə bir söz falan desə vurardım. Məhəllədə uşaqlar falan döyürdüm. Onlar tutub döyürdüm. Rezil olduk baba. Bunlar başqa video hekayələrdir. Bir gün məktəbə getdim. Bizim məktəbə bir dənə oğlan var idi. Şu an ismini verməyəcəm. Bir də gördüyünüz video qabağına çıxdı. Nəysə, bu şaman papağımı götürdü və qaçdı. Mən də əlbəttə ki də hozu olduğum üçün, mən də qot çıxdığım üçün papağımı ver falan eləmədim. Tutdum uşağın arxasınca qaçdım ki, papağımı ver. Normalda mən tutub o papağı onun əlindən alardım ya. O problem deyil. Sadəcə mən tam uşaqlar baxın, biz böyle gedirdim kurtkamı asmağa. Tam arxa partdan dönürdüm də. O uşaq da arxa partda otururdu. Papağımı götürdü və ön sıraya doğru qaçdı. Burada yoldan da. Buradan uşaqlar oturub baxın. Ön sırada da bizim yekə bir dənə şkafımız var. Başında güldanlar falan var da. Müəllimimiz neydi? Zəhlim gedir o müəllimdən də. Nəysə. Bu uşaq o güldanlar tərəfə qaçanda mən də arxasında getdim. Gitməz olardım. Rezil alıyoruz. Şu an rezil olduğum bir an. Amma mən şəxsən düşünürəm ki, ayağıma biri həqiqətən çəlmə taktı. Və mən şalaq deyə kəllə atdım uşaqlar. Baxın. Tak deyə belə. Əynimdə yufka var idi çünki. Və mən həyatım boyunca uzun yufka geyinməmişəm də həmişə mini. Mən sərildim yerə, baxın. Belə şalaq deyə sərildim də yerə. Bir də ayılandan sonra qız dostum gəlib belə bir dənə dostum var. Yaxşı yupqan açılmadı ki. Sadəcə dərdimiz yupqamdır mənim bu dəqiqə. Ən ikonik hərəkət bilsiz nədir? Qaqaşın elədiyim. Ay, ölürəm orada bəlkə mən. Uşaq gətirib papağı üstümə qoydu. Zaten yok. Ben direkt gətirdik qarnımı üstə qoyduk. Uşaq gəldi yanıma üzr istədi. Dedi ki, Ülker üzr istəyirəm. Bizim də Əzrail bir dənə müəllimimiz var idi, tamam mı uşaqlar? Uşaq gəlib mənə xahiş elədi ki, Ülker xahiş edirəm. Müəllimə demədə, sinif rəhbərimiz idi. Də dedim ki, əlbəttə ki demərəm. Problem deyil. Çıxıl oxum. Dərs bitdi, biz qayıtdıq evlərə, amma başımıza gələcəkdən ikimiz də xəbərsiz idik. Hekayənin davamı üçün kanalımı izləməyi unutma, çünki makyajım bitdi. Hələlik.